Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Hanım Fatıma-i Zəhra salamullah aleyhanın ve Hazreti Əli aleyhissalamın pak ve müqəddəs ruhların salavatla yad edin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ezzil ve 11. imamımız İmam Həsən Əsgər aleyhissalamın pak ve müqəddəs ruhların salavatla yad edin. Allahümme salli ala fürsətdən istifadə edib Mövlamız, sərvərimiz İmam Zaman ağanı bu mövlud münasibəti ilə xüsusilə İmam Zaman ağanın atasının doğum günüdür. O məzlum ağaya təbrik ərz edirik. O Həzrətin simasında bütün müsəlmanlara, xüsusilə İmam Həsən Əsgər aleyhissalamın aşiqlərinə Allah'a həmd edirik, şükür edirik. Allah Teala bizə tövfik verib bu gözəl mevlud günündə İslam dininin ən önəmli mövzularından olan əxlaq elmi haqqında söhbət edəcək. Əvvəla onu demək istəyirəm ki, biz əxlaq alimi deyilik. Yalnız əxlaq alimlərinin kitablarından mütaliə edib və görkəmli alimlərin, ariflərin həyatlarından ibrətamiz hekayətləri sizlərə nəql edəcək. Sözün həqiqi mənasında elə bizim özümüzün bu əxlaqi məsələlərə çox ehtiyacımız var. Həm bunları danışanın əxlaqi mövzuları müzakirə edənin boynunda iki yük var. Həm özü danışır və şübhəsiz də danışdığına görə əməl eləsin. Yəni, bu bir ağır yükdür. Və ikinci növbədə şübhəsiz bu sözləri eşidən insanların da boyunlarına vəzifələr gəlir. İnsan nə qədər ki bilmir, məsuliyyət daşımır. Amma təqsirkar olmasın. Öyrənməyə cəhd eləyir, öyrənmək istəyir, amma bilməyib məsələləri. Amma insan bildikdən sonra artıq məsuliyyət gəlir boynuna. Əxlaq elmi o qədər önəmli bir elmdir. İnsanın bu elmi yiyələnməsi, öyrənməsi olduqca vacibdir. Və tarix boyu da alimlərimiz Quran və Əhl-i Beytdən əxz etdikləri maariflə əxlaqi dəyərlərin necə Quran və Əhl-i Beytin təcəssümündə, simasında yayıldığını, tanıtdırdığını cəmiyyətə göstəriblər. Həm sözlərində, həm əməllərində, həm də qələmlərində böyük əsərlər yazıblar bizim düzgün yola hidayət olmamız üçün əxlaq elmində. O kitablardan biri də, əxlaq elmində yazılmış kitablardan biri də Molla Əhməd Nəraqinin Merad-ı Sadə kitabıdır. Saadət zirvəsi. Molla Əhməd Nəraqi böyük bir şəxsiyyət olub. İndi Molla adın yaxşı qəbul etmirlər. O qədər esserinin tərkib hissəsində Molla adına ləkə yapışdırdılar. İndi Molla adı ləkələnib. Amma Molla böyük bir ad. Necə biz Ayətullah uzma deyirik, Ayətullah deyirik. Mollanın
o adında olan übuhət, böyüklük Ayətullahdan da böyükdür. Biz qum elmi ofisəsində oxuyanda o görürsən 2 dənə böyük müctəhidin arasında məsəl söhbət də onları bir-birindən daha savadlı bu molla kişidir. Bu daha molladır, daha savadlıdır. Yəni bu Molla Əhməd Nəraqi nəyə görə bunu bəyan elədi? Çünki Molla Əhməd Nəraqi adı birdən kimlərsə bu təsəvvürdə olar ki, bizim bu mollalar ki bugün var, o təsəvvürdə yanaşarlar. Yəni bunlar böyük şəxsiyyətlər olub, Ayətullah olublar, dövrlərinin müctəhidləri olublar, böyük şəxsiyyətlər olublar. Və bugün əgər 2 əsr, 3 əsrdir bu kitabdan yazılışından, qələmə alınmasından keçirsə və bugün biz bu məsciddə bu kitabın üstündən əxlaq dərsi keçəcəksə, deməli bu elə belə bir kitab deyil. Çünki tarix boyu kitablar yazılıb, elə tarixin səhifəsində də qərq olub. Amma görünür, nəsə bir xüsusiyyət olub bu kitabların. O əxlaqi dəyərləri yaşaya-yaşaya bu kitabları yazıblar. Yoxsa bunlar elə həmin tarixin o zamanda qalardı. Çünki bu kitabla bahəm bildik. Nə qədər kitablar yazılıb o vaxtı. Amma heç birindən xəbər yoxdur, çoxundan xəbər yoxdur. Təklik bizim əxlaq kitablarımız var ki, doğrudan da şah əsərlər demək olar onlara əxlaq elmində. Çox güclü yazılmış, təsir gücünə malik olan kitablardır. Amma bu kitab özü Molla Əhməd Nəraqi bu kitabı özü nəql eləyir. Atası mərhum Muhammed Mehdi Nəraqi Cami-ü Saadat, Saadətlər toplusu. Bu kitab yazıb 3 cildindədir ərəbcə. Cami-ü Saadat. Onun atası olub. Bu kişinin Molla Əhməd Nəraqinin atası olub Muhammed Mehdi Nəraqi 3 cildli əxlaq elminə aid kitab yazıb. Özləri İsfahanda yaşayıblar bunlar. Böyük şəxsiyyətlər olublar. Və bu kitabda o 3 cildli kitabın xülasəsi və lazım olan nöqtələrin Molla Əhməd Nəraqi çıxarış eləyib bir cildlə kitab yazıb. İndi təsəvvür edin, o zərin qədrin zərgər bilər də, elm əhlinin əsərlərin elm əhli daha yaxşı bilər. Alimin yazdığı kitaba şübhəsiz cahildən çox alim çox dəyər verər. Bu İsfahanda yaşayır Muhammed Mehdi Nəraqi Cami-ü Saadət adlı kitab yazıb, əxlaq elminə aidiyyatı var. Kitab gəlir çatır Nəcəfə, Nəcəf Əşrəfə, orada böyük şəxsiyyətlərimiz, ariflərimiz, Bəhrul Ulum kimi İmam Zaman ağanın dəfələrlə xidmətinə çatmış bir şəxsiyyət olub o. Həmin zamanədə bu kitab yazılıb, bu kitabda gedir Nəcəf elmi hovzəsinə, alimlər bu kitabı oxuyurlar və Muhammed Mehdi Nəraqi məşhur bir sima olur. Cami-i Saadətin sahibi, bu kitabı yazan, qələmə alan. Bir gün Muhammed Mehdi Nəraqi ziyarət ümidi ilə səfər edir Nəcəfə, Həzrəti Əli əleyhissalamın ziyarətinə. Allah hamımıza nəsib eləsin. Nəcəf alimləri eşidirlər ki, İsfahandan Muhammed Mehdi gəlir, hamısı çıxır bunun pişvazına, bunu qarşılamağa. Çünki qonaqdır və ikincisi də ki, böyük bir şəxsiyyətdir. İndi təsəvvür edin, ardarana bir alim gələ, bir böyük şəxsiyyət gələ, hamı çıxar da, kimin o dini var, imanı var, Allaha bağlılığı var, Allaha görə kimlər sevirsə, alimlərə dəyirsə, çıxar qabağına qarşılayar, ən gözəl yerdə onu qərarlaşdırar. Burada böyük bir alimlər çıxırlar, hamısı əksəriyyət Molla Muhammed Mehdi Nəraqinin qarşılamağa. Amma kim çıxmır? O böyük mərcə-i təqlid İmam Zaman ağa ilə görüşən Bəhrul Ulum. O evindən kənara çıxmır. Hamı gəlir, bu böyük alimi Muhammed Mehdini ziyarət edirlər, danışırlar. Muhammed Mehdi soruşur, Bəhrul Ulum hardadır? Çünki Bəhrul Ulum da elə bir adam olmayıb, dünya şöhrətli, Şia aləmində böyük bir şəxsiyyətdir. Əsərləri var. Həm fəqih, həm arif. Deyirlər, evindədir. Muhammed Mehdi deyir, gedim mən onun ziyarətinə. Bu qonaq gəlib Nəcəfə, bu gedir. Gəlir
Bəhrul Ulumun, o görkəmli alimin evinə qarşılayırlar. Bəhrul Ulum yenə də o ehtiram ki qoymalıydı, bir alimə qoyulur, o ehtiramı qoymur buna. Amma Muhammed Mehdi narahat olmur. Heç narahatçılığı yoxdur. Adam axı iddiası olanda narahat olur. Məsələn, bir adam özünü böyük göstərəndə, özünü böyük biləndə deyir, mən məhsisə gedim, gələk cəmaat ayağıma dura. Gələk mənim bir dənə ruhuma bir salavat zikirlər bunlar. Adam böyük, iddiası böyük olanda çox şey istəyir. Amma bir adam özünü sadə bilirsə, bir adam, mən də bu insanlardan biriyəm. Hətta mənim boynumda nə olsun, elmim çoxdur. Elmi çox olmaq o demək deyil ki, insan fəziləti daha çoxdur. Elmim çoxdur, lap pis. Çox bilirəm, əməlləmirəm. Deməli, o cahillər məndən yaxşıdırlar, o bilmir, əməl dilənməz ki. Amma mən bilirəm, əməlləmirəm. Yəni, insan iddiası olsa uçurma doğru gedir. Bu Mehdi, Muhammed Mehdinin iddiası olmur. Bunlar elə bir şəxsiyyətlər olurlar ki, bunlar təhsə kitab yazmaqla deyil. Minlər o danışmaqda pəhlivan olmayıblar bunlar. Bunlar həqiqətən o yazdıqlarına yazmamışdan qabaq əməl edib sonra sətrə alıblar. Ona görə bugün qalıb. Hamı təəccübə gəlir Nəcəfdə. Böyük şəxsiyyət Bəhrul Ulum Muhammed Mehdiyə qarşı nə işlər görür? Muhammed Mehdinin də heç narahatçılığı yoxdur. Görüşür ağa ilə, gedir öz işini görür, ziyarətə gedir, neçə gün qalır orada. İndi təsəvvür edin, indi ağa yola düşür, indi bunu yola salmaq lazımdır. Yenə də alimlər yığışır, hamısı. Ağanı yola salanda ağa deyir ki, Bəhrul Ulum haradadır? Bizim görkəmli şəxsiyyətimiz haradadır? Deyirlər, ağa evindədir. Deyir, gedim onu ziyarət edim, sonra mı gedim? Diqqət edirsiniz həyata. Adama görürsən bir dənə salam verməyəndə adam çıxır gedir o tərəfə. Deyir, mənə niyə salam vermədi? Sənə verməyib, sən get ver salam. Nə olar ki? İndi o sənə salam vermədi, sən get salam ver. Aləmin ən üstün şəxsiyyəti. Canımız, ruhumuz fəda olsun Ağa Rasulallah. Görürdünüz əxlaqında. Birinci özü salam verirdi. Görün. O boşda böyük bir şəxsiyyət qabaqlayırdı hamını, qabaqda özü salam verirdi. Amma bugün bizim cəmiyyətimizdə müsəlmanlar görürsünüz, intizar var. O mənə bir salam verir, sonra mənə bir salam verir. Bu, İslam Peyğəmbərin sünnəti deyil ki. Soruşur, Muhammed Mehdi soruşur, Bəhrul Ulum harada deyirlər evdədir, gedim mən onu ziyarət eləyim, sonra qayıdım öz vətənimə. İndi hamı da narahat halındadır, Bəhrul Ulum da elə bir şəxsiyyətdir ki, onun haqqında bir söz demək olmaz. Yəni, kimsə dursun, bəzən varaq, elə adamlar var ki, o qədər şəxsiyyətləri məzlumdurlar da, kanki, məzlum. Yəni, nə üçün yapışır ona? Amma Bəhrul Ulum elə belə şəxsiyyət deyil, onun haqqında bir şəlmə söz deyərsən, sabah qiyamət günü bilir ki, onun haqq hesabı var. Yəni, böyük bir alimdir, nəsə eləyirsə, bilirsə eləyir. Nəsə bilir eləyir. Muhammed Mehdi gəlir Bəhrul Ulumun xidmətinə, yenə də Bəhrul Ulum bunu olduğu kimi, lazım olan kimi qəbul eləmir. Amma bu yenə də gəlir, sıxır bağrına, öpür, Bəhrul Ulum ağlayır. Deyir, əyləş. Deyir, and olsun Allaha, indiyənə sənə hörmətsizlik eləmişəm, bunun bir səbəbi var. Sən bir kitabı yazmışsan, Cami-ü Saadat. Gəldi, çıxdı Nəcəfə, deyir bu. Mən bu kitabı deyir, varaqladım, oxudum hamısını. Dedim, ilahi, görəsən bu kitabı yazan adam özü bu kitabı əməl eləyə bilər, görəsən. Gördüm ki, doğrudan da sən elə bir şəxsiyyətsən ki, sən elə yazdığın kitabı elə özün əməl eləyirsən. Sən doğrudan da böyük əxlaq alimisən. Yəni, ona görə bir gündən, onlar yaşayırlar bizim üçün. Onlar bizim nümunələrimizdir. Yəni, ona görə xutbənin əvvəlində deyir ki, biz əxlaq alimi deyilik. Bizim əxlaq alimlərimiz, şükür olsun Allaha böyüklərimiz var və tarix boyda elə Molla Mehdi kimi, Bəhrul Ulum kimi böyük şəxsiyyətlərimiz olub. Öz əməllərində nəyə sahib olduqları, necə İslam Peyğəmbərinin yolu ilə getməyin bizə göstəriblər. Cəmiyyət əgər həqiqətən istəyirsə, düzgün yola istiqamətlənə, bir fərd istəyirsə, özünü Allaha doğru apara. Bir şəxs istəyirsə, özünü xilas eləyə, paçlana. Bu ömür, bu həyat müvəqqətidir. Biz müsafirik, bu fani dünyada biz müsafirik. Səfərə düşmüşük, səfər yolundayıq.
Mənzilimiz axirətdir. Sevdiyimiz şəxslər axirətdədir. Baxaq görək, bizim o sözlərimizlə içimiz, əməlimiz, daxilimiz birdir. İmam Hüseyin, Həzrəti Zəhra salamullah aleyha, Əziz İslam Peyğəmbəri, İmam Həsən Əskəri, İmam Zaman Ağa, bu adlar bizim dilimizdən düşmür. Mən bilsəm ki, mənim sevdiyim adam Avropanın hansısa bir ölkəsində yaşayır, hansısa bir şəhərində, sevirəmsə onu, ora haqqında çox fikirləşərəm, çox düşünərəm və işləyərəm, əlimə azuqə yığaram onun görüşünə getmək üçün. Yəni bu sevən adamın xüsusiyyətidir. Biz necə Əli əleyhissalamı sevirik, Əziz İslam Peyğəmbərini sevirik, İmam Hüseyni sevirik, Əhl-i Beyti sevirik. Amma onların görüşləri üçün tələsmirik və yaxud azuqə toplamırıq. Onlarla bizi qovuşduran bir mane var, o da ölümdür. İmam Hüseyin Ağa da deyir, ölüm körpüdən başqa bir şey deyil. Bir körpüdür. Körpünü keçmək lazımdır. Amma necə keçmək? Onsuz da aparacaqlar o körpünü. İstəsən də, istəməsən də aparacaq. Biz həbsdə olanda, türmədə olanda deyirdik, bəzən adamı varanokla aparırlardı. İstəsən də, istəməsən o yeri gedirsən. Bir var özün oturursan, maşına gedirsən harasa, bir adamı aparırlar. Onsuz da gedəcək. Bir var adam öz əməllərini islah eləyərək, öz ixtiyarı ilə Allah məhsərinə gedir, Allah huzuruna gedir, Allahın rəhmətinə doğru gedir. Onsuz da gedəcək. Ya Allahın rəhmətinə, ya Allahın qəzəbinə. Başqa çıxış yolu yoxdur. Xoş o adamların halına ki, həqiqətən Əhl-i Beyti sevir və bu sevgilərində də düzgündülər. Həm sözlərində və həm də əməllərində. Bu çox önəmli bir məsələdir. Mən istəyərdim, ikinci mühüm nöqtələrdən biri əxlaq elmində bütün əxlaq ustadlarının əsasən toxunduğu nöqtə budur. Əziz İslam Peyğəmbərinin mücahidlərin cihaddan qaydarkən Peyğəmbər onlara səslənir. Xoş gəlmisiniz, mərhaba, kiçik cihaddan xoş gəldiniz. Mücahidlər deyir, ya Rəsulallah, buna kiçik cihad, yəni böyük cihad bəs hansıdır? Əziz İslam Peyğəmbəri buyurdu, böyük cihad nəfsli olan cihaddır. Bu bir hədisdir, həqiqətən bu hədisdə böyük mətləblər yatır, böyük nöqtələr yatır. Yəni, sadə bir hədis deyil ki, kim necə istəsə başa düşsün. Bunun ictimai siyasi bölümü də var, bunun nəfslə necə mübarizə aparması da var. Bunun döyüş meydanlarının iki hissəyə bölünməsi, daxili müharibə ilə xarici müharibəyə aidiyyatı var. Amma əsasən bu məsələdə önəmli nöqtələrdən biri budur ki, insan necə xarici döyüşlərdə, cihadlarda, yer kürəsi üzərində olan cihadlarda düşmənini tanımasa, döyüş qayda qanunlarını bilməsə, məğlubiyyətə məhkumdur. Bizim Qarabağ torpağının işğal altındadır, 20%. Allah Taala inşallah tövfiq versin, biz izzətlə özümüz, öz qanımızın bahasına o torpaqlarımızı azadlığa çıxaraq inşallah. Yəni, bir kişi gedib vuruşursa torpaq uğrunda, din uğrunda Allaha xatir, şübhəsiz döyüşdə bilməlidir düşmən kimdir. Düşməni tanımasan, dostluğu vurub öldürərsən. Bilirsən düşmən hansı, bir növbədə düşməni tanıyasan və düşmənin gücünü biləsən, mövqeyi tutasan, sayva baxasan, döyüşə girirsən, silahın yoxdur. Amma qarşı tərəfin silahı var. Deməli, səndə bir çatışmayan cəhət var. Və yaxud onun tankı var, sənin tüfəngin var.
deməli onun gücü çoxdur, sənin gücün azdır. Bunlar hamısı fiziki baxımındandır. Yəni döyüş meydanına girən mücahid, Allah yolunda vuruşan şəxs birinci növbədə düşməni tanımalı və öz strateji mövqeyini düzgün qurmalıdır. Bu haradadır? Hansı döyüşlərdədir? Dünya yer kürəsi üzərində olan döyüşlərdədir. Necə burada belədirsə onu bilin. Daxili nəfslə olan mübarizə ki, ömrümüzün axırına qədər davam edir. Son nəfəsimizə qədər. Bunun mövzusu inşallah gələcək bəhslərdə açılacaq. Nəfslə cihadın bölümləri, daxildə gedən cihadın xaricdə olan müharibə ilə nə fərqləri var? Bunların hamısı inşallah Allah ömür versə, mövzulara açılıb və geniş formada izah versə mən bu məsələlərə girim. Amma necə biz qeyd etdik? Yer kürəsi üzərində olan müharibələrdə düşməni tanımalısan, düşmənin gücün bilməlisən, düşmənin meyarın ayırmalısan, dostla düşməni ayırmalısan, eləcə də nəfslə müharibədə də düşməni tanımalısan və mövqeyi düzgün qoymalısan. İndi sual ortaya çıxır, bu aydın oldu məsələ. Biz yer kürəsi üzərində olan döyüşlərdə düşmənə qələbə çalmaq üçün, düşməni tanımaq üçün təlim keçməliyik. Adam elə bilir ki, təlimə gedirsən də hərbi təlimlər var. Hərbi təlimləri keçəsən də, ya güclənəsən də, mövqeyi düzgün bəlli eləyəsən, silahı düzgün atasan, gecə vaxtı gedib nələrsə görmək üçün hazırlaşmalısan da. Yaxşı, dünyada bildik biz, təlim, tərbiyə görməliyik, təlim yerinə, hərbi təlimlərə getməliyik. Bəs yaxşı nəfslə mübarizədə biz düşmənimizi tanıyaq. Bax, həmin yolu bizlər üçün açan əxlaq elmidir. O əxlaq elmidir, görün nə qədər əhəmiyyəti var əxlaq elminin. Əxlaq elmi bizim düşmənimizi, həqiqi düşmənimizi bizə başa salır və ona necə qalib olmağın yolunu göstərir. Daxilimizdə gedən, sizin bilirsiniz də nəfslə olan mübarizə daxili aidiyyəti var. İnsan daxili savaşla doludur. Bizim xəbərimiz yoxdur, biz ancaq zahiri var. Amma daxili adam nəzər yetirsə, daxildə olan müharibə kimi xaricdə müharibə yoxdur ki. Hər an mübarizə gedir daxildə. Hər an nəfslə müxalifətçilik və yaxud nəfs qələbə çalır. Ona görə bizim əxlaq elmini öyrənməyimiz olduqca vacibdir. Bir, düşməni tanımaq, düşmənə qələbə çalmağın yollarını öyrənmək. Bunun hamısı əxlaq elmində kamil formada bəyan edilib. Qalır nəyə? Biz öyrənəndən sonra ona əməl eləmək. Bir adam məsələn həsəd xəstəsidir. Bunun həsədi var, paxıllıq edir birinə. İndi adama sual verərlər burada, indi oxumayan adam bilməyəcək ki bunu. Çünki mən bu xəstəli necə müalicə edeyim bəs? Özü çöldə deyilmir ki, filan məsələn düşməni necə öldürüm, snayperi necə atım. Düzdür. İndi bizə gətirib elə bir silah verərlər ki, ata bilmərəm. Çünki öyrənim də atmağı. Və öyrənməsəm də düşmən vuracaq məni. Deyir, yolu budur ki, bu silahla vurmalısan o düşməni. Vurmasan o səni vuracaq. Mən əgər təlim görməsəm, o atam verəm o silahı. İndi daxilimdə bir his var, bir xəstəlik yaranıb həsəd adlı. Necə? Qabil Habili öldürdü həsədinə görə. İlk cinayət baş verdi. Nəyin səmərəsinə? Həsədin. Deməli, bu insan həlak eləyə bilir bu xüsusiyyət. Peyğəmbər balasını qatil deyir, məqtul deyir. Öldürür də, ölür də. Həm öldürdü, qatil, Hazreti Adəmin balaları da. Peyğəmbər var, biri qatil oldu da. Qabil cinayətkar oldu. Habil də məzlum oldu, qətlə yetirildi. Deməli, bu xüsusiyyət elə belə bir xüsusiyyətdir. İblisin canında olan bir xüsusiyyətdir bu. Həsəd. İndi biz riyaziyyat kitablarında, fizika kitablarında və digər kitablarda sual versə, həsədin müalicəsi necədir, deyə bilər bizə. Əqaid kitabına müraciət eləsə ki, həsədi necə müalicə eləyək, həsədi xəstəni necə qurtaraq biz? O dedi, mən Allahın varlığından, təkliyindən
Bəhs eləyirəm nübüvvətdən, peyğəmbərlikdən, peyğəmbərliyin təsdiqliyindən, imamətdən, ədildən, ölümdən, sonraki həyatdan. Mən ümumi mövzularda sənin daxilinlə mənə aidət yox, sənin daxilin. Əhkam məsələsindən bir müctəhiddən göç soruş məsələni, o sana bir şəri məsələ deyəcək. Bu birbaşa bağlıdır əxlaq elminə. Mən bu həsədimi, həsəd xəstəliyimi necə aradan apara bilərəm? Görün, nə gözəl rahatdır. İndi bilmək rahatdır ya, əməlləmək çətindir. Əxlaq elminə müraciət edilir ki, mənim həsəd xəstəliyim var. Alimlərdən biri var, onun adı gələndə narahat olurlar. Çünki tanınmış adamdır, çox biraz kitabı var, mucizəsi yaxşıdır, cəmaat onun gələndə ayağına durur, mənim ayağıma durmur. İndi adam öz sünnətdə, xüsusilə hədislərdə var. Əslan Peyğəmbərdən həsəd ən çox alimlərdə olar. Çünki həsəd bir üstündə rəqabət, nə qədər ki məqam yüksəlir, qarşı tərəf bir-birinə neyini həsəd eləyir. O alimlərdə, o müştəhidlərdə olur. Bu böyük şəxsiyyətlərin sözü, ömrünün axını bilməm, Ayətullah Muhammed Rıza Qulpəqani olmalıdır. Həm bəhsi, can verir, getdim başın üstündə, dedi mənə, Allah mənə zülm elədi. Nəuzubillah. Dedim, nə danışırsan sən? Deyir, sənlə mən bir həm bəhs edik də. Sən oldun mərcə-i təqlid. Böyük şəxsiyyət. Mən heç kim tanımadı məni. Görün, həsəd bunu necə yeyibsə, bu ömrünün son anında Allaha gör nədir? Nauzubillah zalim. Deyir, Allah mənə zülm edib. Gör, nə böyük xəstəlikdir. İndi mən əxlaq elminə müraciət edirəm, deyirəm ki, mən necə özümü sağalda bilərəm bu xəstəlikdən. O Bəhrul Ulum adı gəldi ya, qoy ondan da deyək. Deyir, 40 ildən sonra Bəhrul Ulum gəldi tələbələrinə şad sevnə yada dedi ki, mən indi bildim, həsəd xəstəliyi məndə yoxdur. İmam Zamanla görüşən bir şəxsiyyət. Onun həm bəhsi, o İmam Zaman ağanın adda gəldi, o bir dənə bu məsələnin hekayəni deyək, inşallah bu söz də deyək, tamamlayaq sözümüzü. Dedi, Bəhrul Ulumun bir həm bəhsi vardı, adam, indi hovzada ox adamlar daha yaxşı bilir, insan həm bəhsi ilə bilir, qarşı tərəfinin elminə qədərdir. Ola bilər, bir nəfəri çox tərifləyirlər. Savadlı adamdır. Adam bəhs edəndə elmi kitablarda, bilirsən, savadı nə həddədir. Yəni, daha o, labda, o ki şişirdiblər, o cür nə deyil. Adam da var ki, yazdığını heç kim tanımır, elmi hamıdan çoxdur. Elə adamlar da var, bu cür adamlar var. Bəhrul Ulum məşhurluq, bu Bəhrul Ulum deyil ki bu. Yəni, Bəhrul Ulum elmlərin dəryası, bəhri. Bu necə oldu, belə oldu? Həm bəhslərindən biri inanmır. Deyir, bu Bəhrul Ulumla, indi bu ayrılıb, Bəhrul Ulum nəzərdə qalıb, bu kişi çıxıb gedib, bunun həm bəhsi olub və bundan da savadlı olub bu bəhslərdə. İndi ki, Bəhrul Ulum, məşhur olub, Bəhrul Ulum, Bəhrul Ulum. Dedi, bu Bəhrul Ulum belə bir adam olmur, bu niyə bu qədər təriflirlər, bu qədər çatdırırlar, amma tanınır. Bir dəfə gəlir Bəhrul Ulumun məhzərinə, deyir ki, axı, biz həm bəhs olmuşuq. Sənə nə oldu ya? Yəni, mən səni görənə qədər, tanıya qədər, mən ki, səndən ayrılıb getmişəm, sən Bəhrul Ulum, yəni deyildin axı, sən necə oldu ya, bu qədər tanınırsan Bəhrul Ulum? Dedi, o gün ki, İmam Zaman ağa sıxdı məni bağrına, oldum Bəhrul Ulum. Vəssalam. İmam Zaman ağa bir adamı sıxa bağrına, əlbəttə Bəhrul Ulum olmalıdır. Yəni, bunun təkcə alimlərə aidəti yoxdur ya, bunu elə alim olmayan insanlar da İmam Zamana bağrına basır. Buna pak olmaq lazımdır. O, əməllə, danışıqla əməl eyni olsa və daxildə əxlaqi rəzilələr olmasa, qapı hamının üzünə çıxdır. Öz əxlaqi rəzilələr önəmlidir. İndi həsəd xüsusiyyəti var, müraciət edirəm ki, mənim həsəd xüsusiyyətim var. Neyiniyim bunu əxlaq elinə müraciət edeyim? Və hamıya aidəti var, hamımızda o xüsusiyyət ola bilər. Məndə ki, mövcuddursa, inşallah yoxdur. Əxlaq elmi bizə deyir, gördüyün bir adam həsəd eləyirsən, onu təriflə. Başqa yerlərdə tərifli o adamı. Məsələn, mənim bir alimdən xoşum gəldi, həsədim var. Narahat olam onun adı gələndə. Elə otururam, biri elə deyir ki, ay maşallah, hacı filan gəz yaman savaddıramda narahat olam. Damada, estağfurullah, gəldi, danışdı, məni dəli eləyəcək məni. Gecə yata bilməyəcəm.
Yəni bunlar həqiqətlərdir ya. Bunlar yəni insan başar övladından nəticə çıxır o deyir. O mələklər dedilər qan tökəcək fəsim onu boş yerə demədilər ki. İnsan harda varsa nəticə çıxar ondan. Çünki şəhvətlə ağlın qarışığıdır. Nəticə çıxar ondan. Yaxşı da pis də. Təəccübə gəlməz ha. Mələk bəli günah eləsən, nəsə pis adam təəccübə gəlirsən, niyə eləyirsən? Heyvan durub otura minbərdə ağıllı danışır, adam deyər ki, bu təəccübə gələr də. Amma insandan nəticə çıxar. Həm onun minbərdə qəşəng söhbətləri çıxar, həm də onun pis yollarda olmağı. Həm insan öldürə bilər, həm insan dirildə bilər. Bu insan buna qadirdir. İndi əxlaq elmi deyir ki, istəyirsən həsədin aradan geçsin, o adam ki, onu həsəd eləyirsən, onu təriflə. Bunu bildik də, biz məlumatımız çatdı. İndi ikinci əməl var, o əsasdır. Görməyə bildik onu. Əgər doğrudan da bil, Həzrəti Əlinin yolunu getmək istəyən, Peyğəmbərin yolunu getmək istəyən, həqiqətən paşlanmaq istəyənsə gərək eləyəsən. Eləmədin, özü valladırsan. Elə saxladın o içində, yenə də sıxıldın qaldın, adamın adı gələndə, yenə də qovruldun, elə ölənə qədər qovrulacaqsan. Həm özün də bir düzəldə, heç olmasa özü də rahatlı. Vallahi hamımızda, mən şəxsən mənim özümdə də olub. Görmüşəm bir dənə tələbə qardaşlarımızda məsələn çox savadlıdır, narahat olunan. O narahatlığı qalıb ölməkdənsə yolun əxlaq alimləri deyib də. Deyib o adam təriflə, o xəstəlik gedəcək adamdan. And olsun Allah elədi. O adamdan ki, həsədim var, oturdum, məsələn bir məclisdə oturdum, başladım ondan danışmağa. Dinəm ki, böyle adamdır, Allah onu hifz eləsin. Onun elminə çatan var. O paç adamdır. O yaxşı adamdır. Elə həm şeytanın belini sındırırsan, həm də o həsəd xəstəliyin müalicə edirsən. İndi yolun deyib də bizə. İndi sizdən işim var, həm özümlə, həm bu kitablarda elə şeylər var. Elə şeylər var müalicə eləmək üçün. O qədər bizim problemlərimiz var. Görsən biri gedir bir dənə yaxşı iş eləyir. Sabah bütün Nardanan cəmaatı bilir. Və yaxud Bakıda olunur, hamı bilir. Amma əxlaq nədir bizə əxlaq elmi? Deyir, əxlaq elmi gör nə edir ixlasla. Deyir, getdin, dövdün qapını. Bir dənə kasıb adamdır. Ehtiyacı var. Xüsusilə şəhid ailəsidir. Tədarük götürmüsən, pulu qoymusan. Getmişsən gecənin bir yarısı qapılarına. Qapını dövdün, qaçdın, çıxdın, getdin. Heç özdə açdı, ev yazı gördülər, kasıb da bu adam. Gördü ki, nələrsə qoyulub, bildi ki, bu kasıb da buna gətiriblər. Göydən düşmür, kimsə gətirib də bunu. O da götürdü, sən də qaçdın, getdin. Deyir, o qaçıb gedirsən, sevinirsən, ha, Allah bildi bir də özün, bil ki, əməlin düzdür. Heç kimə də demək istəmirsən, eləsən ki, Allahımla mənim aramda qalsın. Bax, o əməl odur. İndi görən nə qədər bizdə var. Yüz adam bir dənə yaxşı, bir dənə iş görən kimi, daha istəyir ki, başqası da bilsin. 3-4 nəfər də bilsin, 3-4 nəfər deyil, 9 da bilsin. Vallahi, and olsun Allaha deyirəm, sən gizlət, qalanı Allahdır. Allah Teala elə açır, elə izzət verir, ağlın gəlməyən yerdən. Əhl-i beyti nə qədər ki, ayələrin altı onların ixlasından olub. O özü ki, Həzrət Əleyhisselam verdi Allah yolunda rükuda, həmin o ixlas idi, ona heç nə qarışmamışdı. O sırf Allaha görə vermişdi. Yəni bu elm, əxlaq elmi gördünüz nə qədər, hələ biz onun bir neçə detalına toxunduq, bir neçə nöqtəsinə toxunduq, bir neçə yerinə çox önəmli bir elmdir. Hətta mücahidlərə olduqca vacib elmdir. Bugünlər ki, meydanlarda mübarizə aparırlar, onlara lap vacibdir bu elmlərin öyrənilməsi. Çünki o yerlərə gedib oradan düşmək, tızırmadan var, birinci mərtəbədən düşür, biri var 16-cı mərtəbədən. Nə bir fərqi var? Birinci mərtəbə düşən üçün çatdırma olur da bir semaşkaya. 16-dan düşən də o da mollası el çağırır ki, bunun başında bir yasını oxu. Yəni insan nə qədər qabağa gedirsə, o qədər onun əxlaq elminə ehtiyatı daha çox olur və bizim də hamımızın boynumuzda budur ki, biz həqiqətən bu əxlaqı qayda-qanunlara riayət eləyib paçlanmalıyıq və paç olsaq, nuraniyyətə sahib olsaq, bilin Allaha doğru getmək olar. Əksinə, La ilahe illallah dinən, subhanallah dinən, zikirlər elə, ibadətlər elə, amma paçlanma son daxildə Allaha doğru getmək qeyri-mümkündür. Gedib görəcəksən ki, imamı qətlə yetirmirsən. Necə Şimirlər, necə İbn-i Mülcəmlər elədilər. Onlar da zikir deyirlər, onlar da ibadət edirlər. Amma daxilləri qaranlıq idi. Daxili paç olan, daxili gözəl olanı Allah Teala yol göstərməz, özü Quranda vədə verir. Yol göstərir Allah.
Allah olar bizim Ayətullah məzahiri əxlaq ustadı, Allah hifz eləsin, mərcə təqlid. O deyirdi, əsl əxlaq müəllimi Allahdır. Həqiqətən ha. Ayətullah Behçət, Şeyx Behçət Allah rəhmət etsin deyərdi. Deyirdi, siz əməl eləyin, qapı divar sizin üçün müəllim olar, sizə yol göstərər. Allah elə eləyər, qapı divar da sizin bir ibrət olar. Allah'ın verirəm öz izzəti cəlalına, Allah Teala bizi həqiqi əxlaq sahiblərindən qərar versin. Allah'ın verirəm öz izzəti cəlalına, Allah Teala o tövfiqi versin bizə danışdıqlarımıza əməl edə bilək. Allah'ın verirəm öz izzəti cəlalına, Allah Teala İmam Zaman ağanı salamat eləsin. Allah'ın verirəm öz izzəti cəlalına bu mübarək günü bizlərə mübarək eyləsin. Allah'ın verirəm öz izzəti cəlalına